6-cı hissə. Altıncı hissə. Arada şərtini elə kamera. Altıncı hissədə oyun tam gücü ilə davam edir. Hal-hazırda vurğun hücumdadır. Pas atmağa çalışır və bəli, budur, gol ola bilər. Hayır, gol ola bilmədi. 6-cı hissənin 1-ci dəqiqəsini tamamladıq. Və hal-hazırda küncdən zərbə ilə oyun davam edir. Küncdən zərbə ilə qırmızılar başlayır. Bəli, hücum təhlükəsi davam edirdi. Hal-hazırda əks hücuma keçə bilərlər. Yaşıl komanda. Və bəli, hal-hazırda təhlükəli hücum edirlər. Klas göstərişlər. Top hələ də yaşıl komandadadır. Paslaşırlar. Və qapıya zərbə və top qapıdan kənar keçir. Oyunun ulduzu Vurğun bəy. Hal-hazırda qapıdan zərbə başlanılır. Və bəli, mərkəzə doğru topu atdılar, amma yaşıl komanda topu ələ keçirdi. Və bəli, yaşıl komanda təhlükəli hücum. Və az qalırdı gol olsun, olmadı. Hal-hazırda yaşıl komanda küncdən zərbə başlayır. Yaşıl komanda hücum aktivliyi ilə seçilir. Bəli, top birbaşa digər rəqib oyuncuya verildi. Oyuncular arasında anlaşılmazlıq baş verdi və bundan yaşıl komanda çox gözəl istifadə elədi. Və hal-hazırda top qırmızı komandadadır. Və qarşıya doğru hücum. Bəli, yaşıl komandanın müdafiəçisi bu hücumun qarşısını aldı. Qapıya doğru pas ötürüldü. Bəli, top mərkəzə ötürüldü yenidən. Bəli, yaşıl komanda açıq-aşkar daha yaxşı paslaşırlar. Amma qırmızı komanda hesabda qabaqdadır. Və bəli, qırmızı komanda hücumdadır, gol ola bilər. Və bəli, gola çox yaxındılar. Gol olmadı. Və hal-hazırda yaşıl komanda əks hücuma hazırlaşır. Bəli, əks hücuma keçib başladılar. Bəli, qırmızı komanda çox yaxşı müdafiə olundu. Hal-hazırda hakim fiti çaldı. Və bəli, 5 dəqiqəlik fasiləyə gedirik.